24 may günü Qozanda Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem hamanın səxabələrinin yetkərləri ekspozisiyası yapıldı. Görgəzmədə Muhammed sallallahu aleyhi ve sellem'nin şeşi, may kəsəsi həm qılışı, səxabə Bilal radiyallahu anhu, Peyğəmbərimiz xatını Ayşə radiyallahu anhu, həm qızı Fatima radiyallahu anh'ın şülməkləri, anın qul təgərməni, Halid bin Walid radiyallahu anhu səfərlərdə irtətirən flaşkısı, həm kübəsi, Əbu Bəkir Əs-Sidiqni radiyallahu anhu pişağı, həm Kəğbənin qora taşı fragmenti təqdim etilgan idi. Dağıstan bilan bizning ələmtimiz bik tığız. Misal üçün Ғалимжан Hazratimiz Muhammadiyenin birinci ustazı deb aytib bo'ladi. Әтисенең акчасына tizilgan bo'lsa da, birinchi shayx endi bu madrasaning boshlatuvchi Ғалимжан Barudiy deb aytamiz. Ул Ahmad Ziyauddin Gumushxonavidan ijozat oldi. Шул кешедән Зайнулла Ишан Расулев иҗазат ала. Зайнулла Ишан Расулевның шакиртләре Дагестанда укыта. Зайнулла Ишан Расулевтан Дагестанның беренче муфти иҗазат ала. Сейфулла Кади Башларов. Шул Сейфулла Кади Башларов безнең Мөхәммәдия мәдрәсәбездә 3 ел укыта. Дагестан муфтигә форсаттан файдаланып рәхмәт әйтәсем килә. Шул хөрмәтенә ул безгә бу әманәтләр, кутси әсәрләр, Peyğəmbərimiz əsərlərin bizə җибәрде, birinci тапкыр килде. Халкыбыз да бик риза, чөнки Булгарда гына 30 меңнән артык кеше зиярат кылдылар, карадылар. Хәзер Кул Шарифтә әле тигел санны әйтә алмыйм, ләкин 2 көн монда бер буш минут булмады дип әйтәләр. Tatarstan Respublikası Müslümanları Diniye Nəzarəti müftüyü Kamil Xəzər Səmiğullin görgəzməni uyuşturuşularga, Dağıstan qonaqlarına əligi qiymətli yetkərlərini qoru mümkünlüğü üçün barlıq Tatarstanlılar isimindən ulu rəhmətin bildirdi. Həm istəlikli bulaklar tapşırdı. Esigizgə çörəbiz unikal əybirlər marşı 20-ci həm 21-ci may günlərində Bulgarda, 22-ci həm 23-ci may Qozanda göstərilgan idi. Alarını qoru üçün xalq İdil boyu töbəğinin həm Rusiyanın türlü pişmaqlarından ağıldı. Lakin əligi yetkərlərə Respublika Müslümanlarına qızıqsunu giymemegen hem uyuşturuşular Qozanның iң üzəgində Qul Şərif məscidində də ekspozisiyаны tağın 2 güngə uzaytırğa bulğan. Күргәзмәне Татарстанга тәүге мәртәбә алып килделәр. Кыйммәтле yetkərlərini Dağıstan müftü урынбасары Мөхәммәд Рәсүл Хаҗи Садуев җитәкчелегендәге Dağıstan Республикасы делегациясе озата барды. Дагыстанда бу yetkərlər müftü Әхмәд Хаҗи Абдуллаевның шәхси җаваплылыгында сакланалар.